Azərbaycan təmsilçisi Qarabağ Çempionlar Liqasında növbəti mərhələyə yüksələcəyi təqdirdə qarşılaşa biləcəyi komandaların siyahısı açıqlanıb. Axar AZ Teleqrafa istinadla xəbər verir ki, Ağdam təmsilçisi ilk 24-lüyə düşərsə, onu güclü və rəngarəng rəqiblərlə qarşılaşmalar gözləyir. Hazırda hazırlanan statistik ehtimallara əsasən Qarabağın əlreal rəqibləri sırasında Almaniyanın nəhəngi Borussia Dortmund və İspaniyanın titullu klubu Atletico Madrid öndə gəlir. Hər iki komanda ilə qarşılaşmaq ehtimalı %6,7 olaraq qiymətləndirilir. Təmsilçimizin digər potensial rəqibləri arasında Türkiyənin son çempionu Galatasaray %6,3, Portuqaliyanın Sporting klubu %6,3, İngiltərə Premier Liqasının nəhəngləri Tottenham %6, Chelsea %5,9, Newcastle %5,5 və Barcelona %4,8 kimi komandalar da var. Eyni zamanda Atalanta, Bayer Leverkusen, Juventus, Monaco və Napoli kimi Avropa klubları da mümkün rəqiblər sırasındadır. Qeyd edək ki, Qarabağ hal-hazırda 7 xalla 15-ci pillədədir və növbəti maçını səfərdə Napoli ilə keçirəcək. Mümkün rəqiblər və ehtimallar: Borussia Dortmund %6,7, Atletico Madrid %6,7, Galatasaray %6,3, Sporting %6,3, Tottenham %6, Atalanta %5,9, Chelsea %5,9, Newcastle United %5,5, Barcelona %4,8, Bayer Leverkusen %4,7, Juventus %4,5, Monaco %4,2, Napoli %4,2. Sizcə bu rəqiblər içində Qarabağ üçün ən əlverişli variant hansıdır?